Recordingi də başlatdıq. Tamam, gəlin bugün bir dənə səhvlərinizlə, baş düşmədiklərinizlə qutaraq lupu, sonra da bir növ təzə mövzuya başlayacağıq. Çox çətindir. Çox çətindir. Tamam, həll eləyəcəyik, narahat olmayın. Tamam, hardan başlayaq? Axırdan başlayaq, nə deyirsiniz? Gəlin axırdan əvvələ doğru gedək. Birinci səhvlərinizə baxaq. Bunlar biraz daha asan. Tamam, gəl onda asanları həll eləyək. Deməli, Muradın A-də problem var. Baxaq görək nə sualdır. Deməli, n ədədi verilir. N ədədinin bağışlayın. Deməli, n ədədinin tərsindən şeyini tapmalıyıq. Yəni 27 veribsə, bunun tərsindən yazılışını tapmalıyıq. Bunu adi while-da Cout-a sonu verərək də məncə tapa bilərdin. Bax Murad, sənə AB, yəni sənə demir 2 rəqəmlidir. Sənə müəyyən bir n verir və bu ədəd 5 rəqəmli də ola bilər, 6 rəqəmli də ola bilər, 7 rəqəmli də ola bilər. Ona görə rəqəmlərinin sayını dəqiq bilmiriksə, belə yazmırıq. Necə yazırıq? While-la gedirik, hər dəfəsində sonu tapırıq, n% ondan. Sonra while-da durmadan n-i ona bölürük. Bax, bunu demək istəyirəm. Yəni hər dəfəsində c bərabər deyilsə 0-a qədər gedirik. Sonra c% onu tapırıq. C-ni də axırda ona bölürük. Və Cout-a da sonu veririk. Bunu verəndə Cout-a sonu niyə düz olur? Çünki biz c ədədinin rəqəmlərinə tərsdən baxırıq. Məsələn, tez girək bura. Aha. Bax, məsələn, tutaq ki, bizdə bir rəqəm olsa 327. Biz bunun n%-ının eləsi hansı, hal-hazırda hansı rəqəmi tapacağıq? 7 ədədin, düzdür? 7-ni deyir ki, gəl çıxışa ver. Sonra 10-a bölürük bu ədədi. Yerdə nə qalır? 32. 32-də n%-ın eləsi nə verəcək? 2-ni. Gəldi 2-ni Cout elədi. Yenə 10-a böldük. Yerdə nə qaldı? 3. 3-ü də 3% eləyəndə nə verəcək? 3. Və çıxışda nə görsəniz? 723. Tamam, yəni adicə Cout sonu verməklə tərsini tapa bilərdik. Aydındır bu sual? While-ın strukturunda problem varsa bir də izah edeyim. Yəni bu necə yazılır? Tamam. Nəsə sualınız Mən də bir də bəzən elə olur ki, burada 100 verir, onda tərsini 001 çıxartmır. O necə eləyəcək? Yəni 100 verir, səndən sualda istəyir 001 qaytarsın. Bəli. Sənin kodun qaytarmır. Bu kod qaytarmır məncə. Məncə Biz yazmışdıq ki, 0-dan fərqlidir. 0-dan fərqli, sənin ədədin 0-dan fərqlidir. Sən burada rəqəmi 0-dan tapanda heç bir problem verməyəcək axı. Bax, bir dənə. Bax, məsələn, verirəm 100. Verə bilmirəm hala, hə, verdim. Nə verdi? 001 verdi. Sən dediyin Əkbər, sonda alınan C ədədi görsədir, son isə rəqəmi görsədir. Sən 0-ı tapanda sona bərabər eləyir onu. C-yə yox. C-ni məsələn 100-dür, 10-a böldü, nə qaldı? 10. Sonra gedir, onu yenə 10-a bölür, qaldı 1. 1-i 10-a böləndən sonra 0 qalır və onda artıq while-ı dayandırır. Çünki elə bir ədəd yoxdur. Sən onu nə vaxt eləyə bilərsən? Məsələn, əgər C başda 0-a bərabər bir ədəddirsə, onda gəlib Cout-a sadəcə C-ni verib return 0 eləyə bilərsən. Tamam, çünki C 0 olanda gəlib bura girib heç nə verməyəcək. Girə bilməyəcək çünki. Amma 100 olanda girə biləcək. Çünki 100 0-dan fərqlidir. Aydın oldu? Bəli. Tamam. AI sualı getdi. AH sualı. AH sualına nə deyir?
Deyir ki 9 verib. 9-a qədər olan bütün kub ədədləri çıxışa verməliyik. Okey. Neynəmsən Əkbər? 1-dən n-ə qədər getmisən. Bir saniyə. i-dən n-ə qədər getməməlisən. Nə vaxta qədər ki i vur i n-dən kiçikdirə qədər getməlisən. Bu niyə wrong answer verir? Amma bir dəqiqə. Məsələn, nümunə deyim sənə. Əslində düz verməlidir bu. Bu məncə bir dəqiqə baxaq ki. AH. Deməli, sualdan bizdə nə istəyir? Hər hansısa bizə bir n verəcək. Məsələn, 14. 14-ə qədər hansı kub ədədlər varsa, onları çıxışa verməliyəm. Məsələn, 1-in kubu, 2-nin kubu, 3-ün kubu artıq 14-dən böyükdür deyə bunu çıxışa vermirəm. Bu ikisini çıxışa verməliyəm. Sənin forun biraz daha çox fırlanır, amma time limit verməyib deyə yenə də baxa bilərik. Məncə bu el-elə olmalıdır. Çünki i-ni 3 dəfə öz-özünə vuranda long-longdan böyük bir şey, yəni int-dən böyük bir şey alınır böyük ehtimalla. Bir problem ola bilər. İkinci bir dənə run eləyək, baxaq görək nə problem ola bilər. Müəllim, mən burada yoxlamışdım. Götürürdü kod. 1 verəndə heç nə verməməlidir. Bilmirəm ki, orada elə bir şey deməyib də. Düzdür. Məncə long-longda da 73 bal verdi. Maraqlı. Əsəd düzdür. Gəl bir dənə də hər ehtimal bərabər olan halını yoxlayaq. Bərabər ola bilməz axı, ondan aşağısını deyir də, yəni. Ola bilməzmiş, okey. Sualı tam görmədim orası. Tamam, onda ki bunun, yəni normalda bax bunu belə yazmaq. Murat satmış. Tamam, başlayıyorum. Okey. Yəni çox tez şey çıxmışdın, yoxsa yəni eşitdirdin bizi? Nə vaxt? Yəni çox müddətdir burada deyilsən, yoxsa? Yəni hansı nəysə bir dəqiqə, mən istəmədən prosta X-ə bastım. Problem yoxdur, Sadəcə elə bildim nəsə internetin falan getdirir. Normalda Əkbər bunu daha rahat yazmaq belə yaza bilərik ki, məsələn lap elə götürüm, i bərabər olsun 1-ə. Bizim məqsədimiz nədir? i vur i. Nə vaxta qədər ki n-dən kiçiksə onda davam eləsin, düzdür? Şərtimiz odur. Yəni biz bu tipli i-lərə baxmaq istəyirik. Düzdür? Bunda da gəlib elə cout-a i vur i-ni versək, zaten bir problem olmayacaq. Çünki heç yoxlamamıza ehtiyac yoxdur. Onsuz da bu burada yoxlayır. Səsim gəlir uşaqlar? Uşaqlar səsim gəlir? Bəli. Tamam. Okey, yəni belə yoxlamaq daha məntiqlidir. Sadəcə burada indi sənki yəni biraz daha çox fırlanır. Yəni tutaq ki n 300 olsa o 300-ə qədər gedəcək in. Böyük ehtimalla bug harda çıxır? Çox böyük rəqəmlərə gedib çıxır və onu i vur i-yə vuranda bəlkə də long da keçən bir şey olur deyə. Əslində mən burada kodda səhvin olduğunu düşünmürəm. Məncə orada i kiçikdir, bərabərdir n-ə qədər yazmışam. Məncə oradadır səhv. Bunu deyirəm də mən. Çünki o deyir ki n-dən kiçik olmalıdır da, yəni n daxil deyil. Onsuz da bax bir dənə belə bir şey fikirləş. Sənin apardığın bu for heç necə deyim? Yəni məsələn sən tutaq ki n-in 9-dur. Biz haran kubuna qədər verdik? 2-nin kubuna qədər. Sən heç 9-un özünə qədər gəlib yoxlamağın belə biraz məntiqsizdir. Çünki bir ədəd məsələn 9 necə 9-un kubu
9-dan hansı halda balaca ola bilər? Yəni bura qədər gəlib yoxlamağım biraz məntiqsizdir. Yəni ona görə yarıya qədər gəlib yoxlamağın əslində daha məntiqlidir. Yəni mən onu demək istəyirəm ki, belə yoxlayanda ola bilsin ki, kodun məsələn eni 10.000 verib. Sən elə bil ki, gəlirsən 10.000-ə qədər, 10.000-i vurursan 10.000-ə, bir dənə də vurursan 10.000-ə, yoxlayırsan elə bil. Və bu böyük ehtimalla long-longu belə keçəcək bir ədədlər olur burada böyük ehtimalla. Long-longu keçə bilərmi? 18, hə, məsələn 1 milyon versə sənə 1 milyondur mu bu? Yox, 100 mindir. 1 milyon. 1 milyonun kubu long-longun düz sərhədində dayanır. Yəni biraz da bundan 1 milyon 1 versə, artıq long-longu keçir. Ona görə n-ə qədər gəlməsə, sən də düşün bir dənə. N da 1 milyon yazmıram, 1y6 plus 1 yazıram da. Məsələn, 1 milyon 1-dir. Sən deyirsən ki, mənim forum 1 milyon 1-ə qədər geçsin və 1 milyon 1 vurulsun. Məsələn, i gəlib 1 milyon 1-ə çatanda da, sən artıq i-nin kubunu yoxlayanda o sığışdıra bilmir heç long-longa da. Long-longan da böyük bir ədəd olur. Ona görə düşünəndə, yəni ora qədər əslində getməyimiz biraz mənasızdır. Yəni düşün məsələn biz 1y6-da hara qədər getməyimiz məntiqlidir? Maksimum 1y2-yə qədər, düzdür? Çünki 1y2-ni 3 dəfə öz-özünə vursaq, nə eləyəcək? Yəni 6 dənə 0 yaranacaq da. Ona görə artıq 100-dən o tərəfini yoxlamırıq heç 1 milyon üçün. Elə bir şey olmalıdır ki, yəni bu long-longu keçir sənin kodunda, ona görə problem verir. Amma bu hala bax, bu hal zaten bunu yoxlayıb dayandırır. Məsələn, 9 üçün bu maksimum i bərabərdir 2-ni görür. Bundan o tərəfini görmür. İndi gəl məsələn bu kodda submit eləyək. Bax, bu kod 100 verəcək. Sən anladın problem nə idi? Yəni sən orada i-ni 3 dəfə öz-özünə vuranda bərabərdir n-ə qədər, yəni n-ə qədər gedirsən deyə daha doğrusu. O long-longu keçir o sərhədi. Tamam, bax indi 100 bal verdi. Səhv dəqiq aydın oldu. Aydın olmasız deyirəm bir də deyim. Problem yoxdur. Mənim aydındır. Tamam. Yəni elə şeylər olanda bax görsən tutaq ki 55 verib də, bilirsən ki kodun düzdür. Mən də baxanda gördüm ki kod düzdür. Bir dənə həmin hallarda, bir dənə bax gör, sənin dəyişənlərində bir problem varmı? Yəni elə bir şey yazmısanmı o long-longun sərhədində keçsin? Həmişə uşaqlar, yəni az bal verəndə inanırsınız da öz kodunuz düzdür. Onda fikirləşin biraz kodun üstündə. Yəni o buglar həmişə olacaq kodunuzdakı. Yəni kiçik bir mənasız bir problem sizin kodunuzu səhv eləsin. Və olimpiyada rastlaşa bilərsiniz bundan. Həmin anlarda buraxmayın kodunuzun arxasını, yəni. Mənim olimpiyada da burada olacaq. Harda, bu saytda? Sayt mənasında deyirsən yoxsa? Yəni bəli, bu saytda. Yox, bu saytda olmayacaq. Özlərinin saytları var, orada olacaq. Okey. Birinci səhvlərinizə baxaq tez, onları bitirək. W sualı. Bizə ədədlər ardıcılığı verilib. Bu ədədlər Mən ədədin rəqəmlərini tapmağı başa düşmürəm. Ədədin rəqəmlərini, okey. Yəni səhvlərə baxaq. Həmin sual gəlsə elə həmin sualın üstünə baxarıq. İzah edəcəm. Burada heç W sualını onu istəmir axı. W sualında sənə Onu istəyir. Cavab almışdım 5-15. Sadəcə burada rəqəmlər verib mən ədəd vermişəm. yox, ədəd vermə də. Görsən o rəqəmlər veribdi. Sən də rəqəmlər ver. Bunu while sin n-lə eləyəsən. Çünki bax, birincisi sənə demir neçədən ədəd verirəm. Ədədlər ardıcılığı verir. Və demir neçədən uzunluqda olacaq. Ona görə while sin n-lə eləyirsən. Gəl koduna baxaq. Yəni o sənin düşündüyün şey eləmir. Mən indi burada yazsam olar. While sin n-lə. Bəli. Gözlə mən yazım, sən də evdə yazarsan. Çünki bunları tez-tez şeyləyək. Lap sən yəni başa düşdünsə nədir, Yaxşı. yazmayım, kodunu evdə yaz. Olar elə? Əgər görmək istəmirsənsə kodunu. Başa düşdüm, amma bir də o
orada if-lə yazırıq, bir dənə onu deyərdiniz. If-lə yox. Sadəcə neyniyəsən bax. Sin eləyəndə bir dəfə sayı Sadəcə artırırsan. burada son dəyişəni əlavə eləyib. Bax, Və sayı artırırsan bir dənə. Bir dənə də cəm bərabərdir, cəm plus n eləyəsən. Sonra gəlib bunları Cəm üstə gəlin. çıxarırsan. Aha, güzel. Yerləri səhv Tabii, tutmasına da süper. ola bilər. Say cəm. Tamam. W sualı belə. V sualı. V sualı qrupa da atmışdım. Bunu gələcəkdə yaza biləcəyik. Yəni harca 3-4 dərs sonra səhvən düşüb o suallar ora. Burada nə deyir? Deyir ki, yoxlayın ki, əgər ədəd 2-nin qüvvətidirmi, yoxsa yox. burada niyəsə povla səhv götürür koduna. Povla səhv Mənə götürür, çatmır o çünki, niyə eləyir. Povla yazanda səhv. Salam müəllim, məndə internetdə biraz problemlər var. Atır bəzi vaxtlar. Okay. Nə sualın olsa, amma girən kimi ver, tamam. Povda niyə problemlər olur? Əkbər, çünki 231 böyük bir ədəddir. Böyük ədədlərdə pov işlədəndə problemlər yaşanır. Ona görə nisbətən həmişə deyirik ki, fordan istifadə etməkdən qaçının bəzi hallarda. Məsələn, bir dənə düşün ki, bunu for dedim, pov. Povu, səncə 2-nin qüvvətini povsuz necə tapa bilərik? Məsələn, 2/5-i. İki üstü 5'i. Aha. Forla tapa bilərik. Ay sağ ol. Neyniyərsən hər dəvəsində 5 dəfə fırlanıb 2-yə vurarsan, düzdür? Evet. Eyni şey eləyib sadəcə yoxlayasın. Burada problem verməyəcək artıq. Sən özdə povla bunu necə yoxlayırdın? Bir dəqiqə baxmadım. Bir saniyə. Səndə məsələn n nədir ki? Bir saniyə. Hani programda başa düşmür ki o 2 üstü n'dir. Yo. Heç bu böyük ehtimal 60 balla bilsən niyə veribdi? Çünki 60 ballıq hallar noymuş yəqin ki. Aha, bir saniyə, məncə bu işləməməlidir. Yəni o riyaziyyatlar kimi deyil ki, yəni 2 üstü n-ə bərabər eləyəsən. Sən heç n-in bilmir axı o nədir. Yəni uşaqlar, dəyişəni əgər tanıtmamışıqsa nəyə bərabərdir, ondan istifadə eləyə bilmərsiniz. Yəni sin eləməmişsinizsə, nəyəsə bərabər eləməmişsinizsə, onu görsə bilmərsiniz. Bax 16 yazıram, no verir. Çünki n yoxdur səndə. Bax gəl siyahıta n verin. Gör bir n nədir? N yoxdur axı. Amma sinir eləməliyəm. N də sinir eləməliyəm. N-i sin eləyə bilməm. Bax bir dənə gör n-i səndə nə ədəd tapır. Yəni n-i sin eləməməlisən. Sən görsən burada nə yazıb sənə? Cəmi bir dənə ədəd sin eləməlisən, düzdür? O da hansı ədəddir? İstədiyimiz, yoxladığımız ədəd. Yəni sən götürdüyün n. Yəni bu üsulla heç cür eləyə bilmərsən. Çünki sən bilmirsən, yəni bu belə yazan varsan da bu 2 üstü n-ə bərabərdir, yəni. Sən də get bax gör həqiqətənmi 2 üstü n-ə bərabərdirmi ya yox. Yəni elə olmur o. Çünki n bax göstərdiyim kimi n-i nəyəsə bərabərləməyəndə o random bir ədəd, yəni təsadüfən bir ədəd atır ora. Ona görə yəni bunu ancaq yəni sən özdə bilmirsən axı 2 üstü neçədir bu. Ona görə yəni ən məntiqli üsul nədir? 2 üstü 1-i, 2 üstü 2-ni, 3-ü, 4-ü. Bunların hamısını yoxlamaqdır, düzdür? Ona görə bax hamısını yoxlamaq deyəndə ağla gələn ən məntiqli üsul forla getməkdir. Amma demirsən nə qədər get? Demirsənmi nə qədər get? Deyirsən.
Çünki ona elə olsa heç vaxt dayanmaz. Onu da nəyə əsasən deyə bilərsən? Görürsən, burada maksimum ədəd nə ola bilər? 231. Yəni 2 özünə maksimum 31 dəfə vurula bilər. Onda gedirsən 31 dəfə. D-yə 1 demişəm, çünki bu 2 üstü 0-dır hal-hazırda. Sonra D-ni bərabərləyəcəm. D vur 2-yə. Və deyəcəm if D bərabərdirsə M-ə. Cout-a yes. Və return 0. Əgər işdir bu şeyi tapmadısa, onda fordan çıxanda cout-a no-nu versin. Return 0 eləyəndə artıq kod onsuz avtomatik dayanır. Əgər bunu görmədisə, onda mütləq no haldır bu. Gəlsin no-sun versin. İndi gəl yoxlayaq. Məsələn, hər hansısa bir ədəd verək. 16. Yes verdi. Sonra 25 verək məsələn. No verdi. Aydındır uşaqlar, yəni D nədir burada, bunu niyə elədi və cout no niyə burada oldu? Yəni suallarınızı verin. Nəsə varsa əgər. Uşaqlar. Aydındır bu sual. Bəli. Müəllim, Bəli. orada siz də donmuşdunuz, mən axırını başa düşmədim. Hansı? Haram başa düşmədin? Bəli, Haram başa düşmədin? Yəni hansı hissə? axırda dediyinizi eşitmədim. Donmuşdunuz. Axırda nə dedim? Unutmuşam, amma gəl bir də başlasam gedim. Bizə M verir. M-i deyir ki, yoxla gör hər hansı 2-nin qüvvətinə bərabərdirmi ya yox. Yəni 2 üstü 0-a, 1-ə ya da 2-yə falan. Ona görə D-ni başda 1 götürdüm. Yəni 2 üstü 0-a bərabər olsun hələ ki. Bu arada bu sual bunu başda da yoxlamalısınız uşaqlar. D bərabərdirsə M-ə cout-a yes versin. Çünki 1 də 2-nin qüvvəti sayılır əslində. Əgər sual sahibsə onu. Saymasa silərik. Sonra 1-dən 31-ə qədər getdim. 31-ə qədər niyə getdim? Çünki məndə proqram deyir ki, sənin ədədin maksimum 231 ola bilər. Mən də 2-nin qüvvətlərinə işlədiyim üçün maksimum deyirəm ki, onda 2-ni 31 dəfə vura bilərəm. Yəni o qədər lazım ola bilər mənə. Ona görə 31 dəfə fırladıram foru və hər dəfəsində 2-yə vururam. Artıq 2-yə vurduqca bu 2-nin qüvvətini tapmış olur. Çünki mən hər dəfəsində 2-yə vura gedirəm. Yəni məsələn 2 üstü 5 nəyə bərabərdir əslində? 2-ni 5 dəfə öz-özünə vurmaq deməkdir. Mən də eyni şeyi forla edirəm hal-hazırda və D həmin ədədi bildirir. Deyirəm ki, D əgər M-ə bərabərdirsə mənə verilən ədədə, onda bu 2-nin qüvvətidir. Cout-a yes ver, kodu dayandır. Yox əgər sən bunu nə vaxtsa görməyəsənsə, onda fordan çıxandan sonra cout no ver. Yəni böyük ehtimalla belə bir halı okey eləməmsən. Ona görə cavabın no-dur. Müəllim, bəs D bərabərdir M-i niyə yazdınız? D bərabərdir Yuxarıda. M-i yazdım ki, bəlkə bizə M1 versə, 2 üstü 0 nədir? 1-dir. Düzdür? 1. Ona görə yazdım ki, bəlkə də elə bizə 1 verir, 1 də əslində Bəli. 2-nin qüvvətidir də ona görə. Tamam, 100 bax. Bəlkə də bunu yazmasanız da keçərdi. Mən hər ehtimala yazdım yəni. Sadəcə səbəbi odur ki, ola bilsin ki, verilən ədəd 2 üstü 0-a bərabər ola bilər. Bəzən elə test case'lər qoyurlar. Murad, sənə aydın oldu sual? Həlli. Bəli, müəllim. Tamam. Eğer sualı okey.
Buna baxaq. Bunda da ədədin rəqəmləri necə tapılır onu izah eləyək. Əslində bu məsələ haqqında Aha. De. Əslində bu məsələ haqqında bir fikrim oldu. De. Amma davamını gətirə bilmədim. Paylaş fikrini. Gəl biz davamını gətirək. Burada məncə max son eləməliyik də, yəni rəqəmin maksını, max son. Məsələn, adicə bir dəyişən götürürük, onu max sona bərabər eləyirik. Sonra da çıxışa veririk. Aha, düzdür. Necə yazmamısan bəs onda? Yəni tutduğun şey düzdür. Bilmirəm, yazmışam amma kodu səhv götürüb. Yazmısan mı sualı? Səhv eləməmsə yazmışam. Yoxsa yazmamışam, amma ağlıma gəlib də, yəni o birisində səhv götürmüşdü. Hə, bildim nə eləmsən. Funksiyanı səhv yazmısan. Tamam, indi baxaq, gözləm. Baxın uşaqlar, bir dəfə də izah edirəm ədədin rəqəmlərinin necə tapıldığını. Baxın, bir ədəd götürürəm. Məsələn, bu n ədədi 123.456-ya bərabərdir. Normalda, əgər ədəd desə ki 3 rəqəmlidir, gedirdik bunun A, B, C-sin bərabərləyərək tapırdıq. Amma indi bizə demir neçə rəqəmlidir və onda ağlımıza bunun necə tapacağı gəlir. O da while-la olur həlli. While-la niyə olur uşaqlar? Baxın, mən məsələn bunun 6 rəqəmini tapmaq istəyirəmsə, mən neyniyərəm? n% 10 eləyərəm, düzdür? 6 rəqəmini tapmaq üçün. Hələ ki işini eləmirəm, sadəcə bunu deyirəm. n% 10. Bəs uşaqlar, mən məsələn 5 rəqəmini necə ala bilərəm? Düşünün ki, heç bu hissə yoxdur. Baxın, bu hissə yoxdur. Bu iki hissəyə baxanda 5-i necə tapırıq? Yəni 2 rəqəmli olaraq ədəd kimi baxsaz, 5-i necə tapırsınız? Yəni 10. Yəni ona bölərik. Ona bölərik. Ona bölüb, ona bölərsiniz. İndi ona böldük. Bax, tutaq ki, ona böldüm mən bunu. N 123.456 idi. Qaldı 12.345. İndi bəs 5-i necə taparam? n% 10 eləyir. Ay sağ ol. Bir dənə də bunun yanına faiz, yəni altında yazaq elə. n/10 eləyəndən sonra n% 10 eləyərəm. Okey, 5-i də tapdıq. Bura qədər problem yoxdur ki, hələ ki necə tapırıq? Varsa deyin. Başa düşdüm. Tamam, gözləyin hələ. Gedirik Bu 4. while-ın strukturu da. Aha, sadəcə işləməsini baş salıram, yəni ən əvvəldən necə gedir. Bax, 4-ü tapsam neyniyərəm? 12.345 idi, 4-ü tapmaq istəyirəm. Yenə 10-a bölərəm. 10-a bölərəm ki, ədədim bir dənə bu rəqəm artıq ixtisara düşsün. Məndə qalsın ən axırıncı rəqəm 4. Və gəlin bunu da n% 10 eləyim. 4 də getdi. İndi mən 3 tapmaq istəyirəm. Onda deyirəm ki, yenə 10-a bölüm ki, 4 ixtisara düşsün. 10% 10. Yenə eyni proses 3 ixtisara düşür. n/10 n% 10. Yenə 10-a bölürəm. n/10 n% 10. Baxın uşaqlar, təkrarlanan bir prosesi görürsünüz. n/10 n% 10. n/10 n% 10. Bu prosesi görürsünüz, hamısında n/10 n% 10 var. Düzdür? Əgər bir şeyin təkrarlanmağını görürüksə, onda biz ya for, ya da while istifadə eləyəcəyik. Bəyək necə 2-nin qüvvətini tapanda təkrarlanma gördük ki, hamısını 2-yə vurmalıydıq. Təkrarlanma indi nədə görürük? n/10 n% 10-da. Mən nə vaxta qədər n/10 n% 10 elədim? Artıq nə vaxt ki, mən bunu yenə 10-a böləcəm, burada heç bir rəqəm qalmayacaq. Yəni, ədədim 0 olana qədər davam eləyirəm. Baxın,
Bitirəcəyim nöqtə, yəni endpointim hazırdır. Prosesin necə gedəcəyi hazırdır. Start nöqtəmdə zaten n-dir. İndi bunun da hamısını gəlirəm while-ın içində yazmağa. While-da deyirəm ki, n nə vaxt ki bölünəndə sıfıra bərabər olmursa, davam elə. Sonra gəl bunun son rəqəmin n%10 eləyərək tap. Baxın, birinci bu prosesi eləyir. Sonra deyirəm ki, n-i 10-a böl. Gəldi bu prosesi eləməyə. Sonra fırlanır. Gəlib yenə n%10 eləyəndə bu rəqəmi tapır. Sonra n-i 10-a bölür. Sonra gəlir yenə n%10 eləyir. 4. Belə davam eləyir. İndi nə sualınız var? Yəni, baxın, bura qədər hələ ki nə sual var? Yox. Bəs yaxşı ol, while Yox, mən- aydın deyil. Yəni necə tipli məsələ versə sizə aydın olmaz. Məndə niyəsə ədədin rəqəmlərinin tapılması rahatdır, amma ədəd rəqəmləri ayrı-ayrı olanda biraz çətindir. Bax, onda, yəni bax, düşün ki, səndə son sadəcə rəqəmi bildirir. Sən nə etməlisənsə, bu sondan nəsə istəsə istifadə etməlisən. Yəni, ədəd rəqəmlərinin cəmini istəsə, deyəsən ki, cəm bərabər olsun, cəm plus sona. Nəmin hasilin desə, h bərabər olsun, h vur sona. Nəm başqa nə deyə bilər? Təstdən çıxışa ver desə, siyahıta son verəsən. Ədədin reverse-unu tapmaq istəsəz, yəni tərsdən tapmaq istəsəz, amma ədəd halında neyniyərsiniz? Bir ədəd götürərsiniz. Hər dəfəsində, məsələn, həmin ədədi ona vurub, üstünə son gələrsiniz. Yəni, baxın, görürsünüz, hamısında mən neynirəmsə, bu sondan istifadə edirəm. Çünki son məndə həmin ədəddəki rəqəmi bildirir. Yəni, mən neynirəmsə, həmin sondan istifadə eləyəcəm bir türlü. Bax, cəm istədi, üstünə gəldim. Hasil istədi, vurdum. Tərsdən istədi, siyahıta son verdim. Ədəd halında yığmaq istəsəm tərsdən, ona vuraraq, arxaya qaytararaq yığdım. Çünki ona belə getmişdim. Başqa qabağınıza çıxacaq belə tipli sual ağlıma gəlmir. Yəni, maksimum görə biləcəyiniz budur. Bir də maksimum indi işləyə biləcəyimiz sual tipli görə bilərsiniz. Ədəddəki maksimum rəqəmi tapmaq. Və yaxud da ki, minimum rəqəmi tapmaq. İndi gəlin buna baxaq. Bir dənə n götürürəm. Deyirəm ki, n bərabər 0 olmayana qədər davam elə. Bunun sonunu tapıram. n%10. N-i də hər dəfəsində 10-a bölürəm. Baxın, bizdən nə istəyir? Maksimum istəyir. Düşünün, indi belə bir şey. Aha, məsələn, olsun 0 olmasın 3. Düşünün, belə bir rəqəminiz var. Sizdə bunun içindəki rəqəmlərin içindən ən böyüyü hansıdır? Yəni, ədədin içindən 6-dır. Düzdür rəqəm, ən böyük rəqəm. Maksimum funksiyası öyrənmişik. Birincisi ondan başlayaq. Maksimum funksiyasını neynirdik? İçinə 2 dənə dəyər yazırdıq. A və B. A ilə B-dən hansı böyükdürsə, o avtomatik olaraq onu qaytarırdı. Eyni ilə minimum funksiyası. A ilə B-ni yazırdıq. Hansı kiçikdirsə, onu qaytarırdı. Yəni, maksimum məsələn 5, 6 yazsam, bu gəlib 6-nı qaytaracaq, bu da 5-i. Sadəcə bir dənə funksiya öyrənmişdik. Əgər məsələn bu iki dənə ədədin maksimum və yaxud da minimum tapılmağı idi. Bu sual aidiyyatı yoxdur dediyimdə, amma ümumən bunu da yadınıza salıram. Məsələn, 3 və yaxud da 3-dən artıq bir rəqəmin maksimumdan minimumunu tapıramsa, onda belə bir şey eləyərəm. Maksimum bir dənə də qabarcıqlı mötərizə açaram. Baxın belə.
maksimum qabarcıqlı mötərizə 5, 6, 7. Əgər 3 rəqəmin və yaxud da 4 rəqəmin və yaxud da ondan artıq rəqəmin tapmaq istəyirsə maksimum bu qabarcıqlı mötərizənin içində yazacaqsınız ədədləri. Və bir dənə də bu mötərizə olacaq. Normalda əgər 2 rəqəmin maksimumunu tapmaq istəyirsinizsə, onda sadəcə bu mötərizənin içində 2 dənə dəyər yazmalısınız. Yəni maksimum funksiyasının içində 2 dənə dəyər olur adətən. Bunu bəzi məsələlərdə istifadə edirik, yəni az istifadə olunur. Sadəcə bilməyiniz yaxşıdır. Biz indi demək ki, hələ ki bu var əlimizdə. Ona gəlib bundan istifadə eləyərək görək necə tapa bilərik bəs belə bir ədəddə maksimumu. Belə düşünün. Biz məsələn cəmi başlatmamış, ədədin rəqəmlərin cəmini tapmamış sıfıra bərabər eləyirik, düzdür? Hasilini tapmamış, hasili 1-ə bərabər eləyirik. Bəs yaxşı, mən bir dənə dəyər götürsəm, məsələn, hər dəfəsində bu rəqəmlərlə bərabər müqayisə apara getsəm, sizcə başda o rəqəmi nə götürməliyəm, yəni nə təyin eləməliyəm mən? Yəni mən məsələn maksimum deyə bir dəyişən götürsəm ki, axırda bu 6-nı bildirsin while-dan çıxandan sonra. Mən bunu nəyə bərabərləyib girsəm sizcə daha məntiqlidir? Okey, gəlin belə deyim. Baxın, gəlin prosesə baxaq, sonra orasını deyərik. Bax, ədədi yenə yazıram bura. Düşünün, bir dənə dəyişən götürmüşəm. Sıfıra bərabərləyirəm bunu. While-a girməmiş. Sonra gəlirəm. Məsələn, 3 rəqəmini gördüm. Deyirəm ki, maksimum deməyəm, maksimum uzun dəyişəndir. Bunu yazmaq. Ayda bildim səhvimi. Burada max bərabərdir, max son yazmalıydım. Düzdür. Bura bir dənə dəyişən götürürəm məsələn. Adı nə olsun ki, qarışmasın. Məsələn, L dəyişəni olsun uşaqlar. L sıfırdır hal-hazırda. Mən 3-ə gəlib görəndə deyirəm ki, L bərabər olsun maksimum L-lə sona. Bunun sonucunda L nəyə bərabər olacaq sizcə? L hal-hazırda sıfırdır. Bu funksiyanın sonucunda L nəyə bərabər olacaq? Bir dənə onu deyim mənə. 3. Murad, sən də razılaşsan? Bəli. Tamam. 3. Bura gəlib eyni şeyi yazsam yenə. L bərabər olsun maksimum L son. Bəs burada L nəyə bərabər olar? İkiniz də deyin fikrinizi. L sıfırdırsa məncə 1. Səncə sıfırdır. Burada 3-ə bərabərlədik axı. Görsən, bax, bərabər. Fırlana gedirik bayılda. 3'e bərabər elədiksə yenə 3 olacaq. Yenə 3 olacaq. Elə bil necə deyim, nə vaxt ki elə bil nə vaxta qədər ki son L-dan böyükdür, biz bu kodu davam etdirəcəyik də. Mən belə başa düşdüm. Yox, kodu həmişə davam elətdirəsən. Çünki bilənmərsən maksimum ədəd harda çıxacaq. Yəni bu bərabərliyi hər zaman yazasan kodunun sonucunda. Bax, tutaq ki yazmışam da bunu. Başda bərabərlədi 3-ə. Gəldi 1-lə müqayisə aparır 3-ü. 3 1-dən böyükdürmü? Hə, onda L yenə özünə bərabər olsun. Gəlir 2 ilə müqayisə aparır. Müqayisə aparanda 3, 2 yazır bunun içinə, yenə 3 çıxır. 3 ilə 3-ü müqayisə eləyir, yenə 3 çıxır. Hə, gəldi bax bu 6-ya. 3 ilə 6-nı müqayisə eləyir. L-in bərabər olur 6-ya. Artıq L-im 6-dır. Son olaraq da gəlir 6 ilə 2-ni müqayisə eləyir, heç nə dəyişmir və L-im cavab olaraq 6 çıxır. Məndə nəyi bildirdi bu? Maksimum ədədi. Maksimum rəqəmi daha doğrusu. Baxın uşaqlar, bax, bir dənə dəyişən götürürəm, məsələn L. Buna niyə 0 deyirəm? Çünki 0 deyirəm ki, baxın, belə bir şey deyəcəm sizə. Əgər bir şeydə maksimumu tapmaq istəyirsinizsə, onda lap başda götürdüyünüz dəyərə ən minimum şeyi verin. Minimumunu tapmaq istəyirsinizsə, ən böyük şeyin verin.
Səbəbi isə odur ki, mən buna məsələn 9 versəydim, bu heç vaxt real 6-nı tapa bilməyəcəkdi. Yəni mən buna burada gəlib maksimum L son yazsaydım, o gəlib burada 6-nı görəndə belə bunun maksimum tapanda yenə 9-u gəlib qaytaracaqdı. Amma 9 mənim cavabım deyil axı. Amma 0-ı yazanda uşaqlar, artıq bu necəsə olacaq ki, 0-dan böyük bir rəqəm olacaq. Olmasa belə də, yəni onsuz 0 0 0 0 deyə bir şey yoxdur. Ən azı 1 olacaq və cavabımız da 1 olaraq qayıdacaq. Baxın, kod sadəcə budur. Bax, Cout-da sadəcə gəlib L-i verəcəm. Məsələn, run edirəm indi. Belə bir şey yazdım. Nə qaytarmalıdır? 9. Nə qaytardı? 9 qaytardı. Sadəcə hər Onda dəfə mən burada max yazmışdım da. Orada max son olmalıydı. birincisi haşı 1 götürə bilərsənmi? Götürə bilərsən, fərqi yoxdur. Ya 1 ya 0 götürməliydin. Maksimum H son yazmalıydın. Bəli. Gəl sən kodunu atıram. Sadəcə bura H əlavə edib atdım. Görə nə verəcək? Bax, Əkbər, sona 0 deməyinə ehtiyac yoxdur zaten. Çünki sənin sonun onsuz da burada nəyəsə bərabər eləyir. Yəni, sən sonun onsuz da başqa yerdə istifadə eləmirsən ki, while-ın çölündə. Və sonun onsuz da burada nəyəsə bərabər olur həmişə U% ona. Yəni, yazmanın bir problemi çıxartmır düzdür, amma yazmasan da olar yəni. Murad baxım nə yazıb buna. Sayt yenə çöktü. Səsimi eşitsiz? Uşaqlar, səsim gəlir. Bəli. Amma qırıq-qırıq. Qırıq. İndi gəlir bəs. Bəli. Tamam. Ops, completion error. Nə deyir? Bir də uşaqlar, baxın indi buradakı səhv nədir? Bax, birinci bunu silək. Bax, son intdir. H isə long-longdur. Long-longla inti müqayisə apara bilmərsiniz. İkisi də ya int olmalıdır, ya long-long olmalıdır. Funksiyada əslində orada səhv verirdi. Baxın, hətta gəlin compilerda görsədim. Baxın, deyir ki, long-longla inti müqayisə eləyəcək bir funksiya yoxdur, yəni. Ona görə çalışın hər ikisini long-long ya da ki int götürün. Baxın, artıq belə run eləyəndə heç bir problem olmayacaq. Aha, düzdür. İndi baxaq, indi ataq. Murad, sənin də koduna baxaq, görəsən nə yazmışdın? M bərabərdir 0. Sadəcə gəlib M-i çıxışa vermirsən, amma yəni də M səndə onda hər bir sualın cavabı 0 olmuş olacaq əslində. Yəni bir dənə düşün, yəni sən M-i heç yerdə nəyəsə bərabər eləmirsən. Hər zaman da 0 qaytaracaq sənə. Ona görə maksimum funksiyasını istifadə edərək yazmalıydım. Bax, gördün, indi 100 bal oldu. Yəni uşaqlar, hər dəfəsində əgər maksimum bir şey istəyirsə, bu maksimum funksiyasından istifadə edərək biz bunu eləyə bilərik. Hər dəfəsində mən bir dənə ədəd götürürəm başda.
Bununla müqayisə eləyə gedirəm və əgər düz qabağıma maksimum bir qabağıma məndən böyük bir ədəd çıxdısa, mən onu artıq ona bərabərləyirəm. Belə dəyişə gedəcək. Necə ki n-i 10-a bölürük, məsələn, bərabərlik eləyə gedirik. N ilə maksimum da elədir. Müəllim, yəni mən orada maksimum M yazmalıydım. Maksimum m yox, maksimum m vergül son yazmalıydın. Çünki sən hər dəfəsində sonla müqayisə aparırsan. Sən rəqəmlərinin maksimumunu axtarırsan axı. Yəni bax belə bir şey yazmalıydın. Mənim elim elə bir sənin m-in olacaqdı. M son. Yaxşı, ona sizə bir belə bir sual verim. Minimumu necə taparam? Minimum L son. Bəs belə eləsəm düz olacaq? Tam belə. Yəni bu kod belə olsa. Düzdür sizcə? Yoxsa nəyisə dəyişməliyəm? Əslində biraz da düz olmayacaq, çünki L sıfırdır da onsuzda minimum necə Onda tapsınlar? L nəyə bərabər olsun? L bərabər olsun minimum sona sadəcə olar. Yox. Başda nəsə dəyər verməlisən. O başda verdiyin dəyər nə olmalı səncə? Düşün, nə versən problem çıxartmaz sənə. L bərabər sondan böyük olmalıdır da. Yəni sənin rəqəmin maksimum olaraq, yəni ən böyük minimum nə ola bilər sənin ədədində? 9 ola bilər, düzdür? Neçə? 9. Mən buna 9 Bəli. desəm, ədədimdə, yəni bax belə düşün də, biz buna niyə başda 0 və yaxud da 1 deyirdik? Ona görə deyirdik ki, mən gedib 0-dan böyük bir şey görəndə artıq onu dəyişə bilsin o. Yəni mən bayaq buna 9 desəydim maksimumu tapanda, o gedib heç vaxt dəyişməyəcəkdi və cavabda 9 olacaqdı. Çünki 9 ilə 6-nı müqayisə eləyəcək, deyəcəkdi ki 9 daha böyükdür və bu L stabil olaraq belə qalacaqdı. Amma mən buna 0 deyəndə ən kiçik bir dəyər verirəm də, düşün buna. Bu ən kiçik ilə başlayır, sonra müqayisə eləyə onu dəyişə gedir. Ona görə minimumda da tərsi olur uşaqlar. Ən böyük dəyəri verirəm ki, müqayisə eləyə özün azalda gəlsin. Çünki mənim məqsədim ən minimumunu tapmaqdır. Ona görə ən böyük çıxa biləcək qabağıma ən böyük bir rəqəmi verirəm, 9. 9-dan böyük bir şey ola bilməz mənim rəqəmimdə, 10 ola bilməz. Elə suallar olacaq ki, sizdən məsələn n dənə ədədin minimumunu istəyəcək. Onda maksimum dərəcədə böyük bir şey verəsiz. Yəni burada adətən yazırıq məsələn n nədənsə kiçik olacaq. O dünya 10 ola bilməz. Sənin rəqəmin nə vaxtsa 10 ola bilər? Yəni 10 versən problem çıxmayacaq. Sadəcə 10 verməyinin mənası yoxdur. Sadəcə 9 niyə veririk onu başlamaq istəyirəm. Bax. Elə 9 versək. Yaxşı, tutaq ki elə bax. Bəli, mənim başa düşdüm, çünki rəqəmlər 10 ola bilməzlər. Sağ. Bax məsələn, tutaq ki rəqəmlər yazıram. 9, 6, 7, 8, 9. Baxın, burada minimum nədir? 1-dir, düzdür? Bu tutaq ki ən minimum olan bir ehtimaldır. Ya da ki tutaq ki belə bir şey olsa, bunun minimumu nə olacaq? 9 olacaq. Mən nə vaxtsa rəqəm olaraq 10 yaza bilmirəm demək ki. Demək ki, mən ən yuxarı ola biləcək minimumum 9-dur. Mən bunu verdim buna. Gələcəkdə o gəlib, tutaq ki 9-a baxacaq, 9 ilə 9-un müqayisəsini aparacaq, heç nə dəyişməyəcək. 9 ilə 8-in müqayisəsini aparacaq, artıq bunu nə etməlidir? 8 eləməlidir. Düşünün, indi mən bayaq buna yenə 0 vermişəm. Sizcə onun dəyəri dəyişəcəkdi hardasa? 0-dan kiçik nəyisə tapa bilməyəcəkdi axı. 9 veririk ki, 9-dan kiçik nəyisə olan kimi avtomatik tapa bilsin. Tamam, yəni mən məsələn 7 versəm, burada cavabı 7 tapmayacaqdır.
Yəni burada cavabı daha doğrusu 7 verəcəkdi elə. 9 verməyəcəkdi. Yəni baxın, maksimumu tapanda başda verdiyim dəyər 0 olur. Minimumu tapanda ədəd üçün deyirəm ha, 9 olur. Yəni ədədin rəqəmlərinə baxırsınızsa, maksimumu tapanda 0-dan başlatmalısınız, minimumu tapanda isə 9-dan. Maksimumu 1-dən də başlada bilərsiniz. Çünki ədəd 0, 0, 0, 0, 0 ola bilməz. Minimumunda bir dənə 1 olmalıdır. Aydındır? Fərqləri nə oldu? Niyə buna 9, buna 0 dedik? Ya və yaxud da 1 dedik? Aynı neysə Bəli. dedik. Murad sənə? Aiddir müəllim. Tamam. Q sualı nədir? Q sualı bir dəqiqə baxın. Bayaq tapdığınız kub məsələsinin sadəcə tərsidir. İndi 10 verir, ondan kiçik olan kvadrat ədədləri tapmalısınız. Məsələn, sən nə yazmısan? Kök 6 n-ə bərabərləmsən, m-i bir saniyə. Sən belə eləməyin yanlışdır axı, yəni çünki sən ona qədər olan kvadrat ədədləri çıxışa verməlisən. Bir dəqiqə, sən m-ə bərabərləyib neyləmsən? Hə, olar əslində, bir saniyə. Gəl baxaq, kodunu run eləyək, baxaq. Sadəcə böyük ehtimalla long-longa falandı, məncə problem düz oxşuyurdu kodum. Gəl baxaq. Məsələn, 18 verirəm. 3-ü niyə verdi o? 31 niyə verdi? Bir saniyə. Deyəsən, əlim orada başqa şeyə dəydi. Endline ilə verməliydik ki, orada uşaqlar. Məncə yanaşı verməlisiniz axı. Müəllim, bir dənə bir şey deyəcəm. Plus i-ni niyə verir ki? Əslində verməməlidir, düzdür. Amma bu biraz ChatGPT-nin falan yazdığı şeydir. Yəni, plus-i normalda heç vaxt yazmırıq. Yəni, Murad, sən onu Elə bir yazmırsan. plus i. Yəni, çox kiçik fərqləri var, amma onu istifadə eləməməlisin. Yəni, plus-i indi istifadə eləyə biləcəyimiz bir şey deyil. Yəni, indi i++ yazmalıyıq bütün forlarda. Murad, sən niyə ++i yazmışdın, deyə bilərsən, hə? Murad, buradasan. Bəli müəllim. Göstərə bilər. +i yazmışdın kodunda. Niyə i++ yox? Necə yazmışam? Yəni normalda forda biz necə yazırıq? Məsələn, int i bərabərdir 1-ə, i n-dən kiçikdir, i++. Düzdür? Bəli. Sənin kodunda isə i++ yox da belə bir şey idi. Əkbər dedi. Yəni mən heç fikir verməmişdim. i++ i. Mən çaşmışdım müəllim. Tamam. İnşallah çaşdığın üçün yazmısan. Uşaqlar, heç bir ChatGPT-dən və yaxud da hansısa süni intellektdən istifadə eləməyin. Sizə ziyandır bu. Yəni, Mən özüm indi gördüm. Mən sualı yaza bilməsəm belə heç vaxt istifadə eləmirəm. Eləmə. Yox, mən özüm çaşmışam. Tamam, inşallah odur. Sadəcə ümumi bir belə bildiriş və yaxud da xəbərdarlıq kimi deyirəm. Yəni, eləmisən və yaxud da şey demirəm. Sadəcə eləməyin, eləməməyinizi deyirəm ki, yəni çünki inanın ki, bir dəfə eləsəz, davamlı olaraq əliniz öyrəşəcək onu eləməyə. Yəni, özünüzü öyrəşdirməyin ona. Özünüz yazmağa çalışın. Səhv də yazsınız, mənim üçün qəbuldur. Amma nəinki ChatGPT-dən yazıb belə gələndə sadəcə özünüzə ziyan vurursunuz. Başqa heç nə. Bu kodda məncə endline idi sadəcə problem. Gəl bir dənə submit eləyə baxaq. Bir də hər ehtimala long qoyaq.
Çalışın uşaqlar heç vaxt int istifadə eləməyin. Long yazın ancaq. Yəni dəyərlər, yəni bilirsiniz necə? Yəni onsuz da intlə yaza biləcəyiniz hər şeyi long-la yaza bilirsiniz. Niyə int istifadə eləyəsiniz ki? Sadəcə Mən kodum məncə daha asandır. Tamam, indi ikisini də izah eləyəcəm iki kodda nə deməkdir. Baxım sən nə yazmısan. Bax yenə eyni şey eləmisən Əkbər. I vur i n-dən kiçik olanda siyahut eləmisən. Bu yenə gedir mən dediyim problemlərə çıxır. Long-longa aşır. Sənin forun düşün ki 10-9-dur n. 10-9-a qədər gəlir və onu yenə vurub yoxlayır. Və o biraz problem yaşadır. Bu arada sırf... Yaxınsa dediniz də orada i vur i kiçikdir n-ə qədər davam eləyirik kodu. Aha, elə olmalıdır. Bu arada bu da eyni şeydir ha. Bax, əslində eyni şeydir. Biraz fərqli görsən gözünə. Bax, i vur i n-dən kiçik olana qədər davam eləsin deyirik tutaq ki. Bu əslində nə deməkdir? I hər tərəfin məsələn kökünü alsan. Gəl biraz riyaziyyat işləyək. Bax, deyirik ki, riyaziyyat aranız inşallah yaxşıdır. Yaxşı olmanızı tövsiyə görürəm. I vur i n-dən kiçikdirsə, hər tərəfin məsələn kökünü alsan nə olar? I kiçikdir square root n-dən. Düzdür? I vur i n-dən kiçikdir. Hər tərəfin məsələn kökünü al bir dənə square rootunu. Bəli. Nə olmuş olur? I square root m-dən kiçik olmuş olur. Yəni belə yazmaq daha rahatsa belə yaz. Eyni şeydir. Sadəcə bununla bunun eyni şey olduğunu demək istəyirəm. Sadəcə burada da gəlib siyahıta i vur i eləsən eyni şeyi verəcək. Yəni Müəllim. denə. Bunlar bir dənə sağ. Denə. Orada siz dediyiniz plus i və i fərqi varmı? Var, amma bu forda görüləcək bir fərq deyil o. Yəni o biraz başqa cür dəyərin dəyişir i-nin. İndi deyib başınızı qarışdırmaq istəmirəm. Yəni mən ümumi olimpiada şeyimdə istifadə eləməmişəm plus+-ı. Yəni istifadə eləyəndə demək olar ki, heç yoxdur. Sadəcə internetdəki bəzi kodlar falan elə yazır. Yəni çox kiçik bir fərqi var, amma o indiki məsələlərdə istifadə olunacaq, bizə lazım olacaq fərq deyil. Gələcək qraflar falan keçəcəyik. Onda bəlkə istifadə olunsun, amma indi hələ ki yox. Ona görə başınızı qarışdırmayın. Ondan i++ yazın keçin. Bu sual aydın oldu uşaqlar. Yəni bu tipli məsələlərdə bura gəlsin i vur i-dir. Yəni kubsa kub yazırsınız, kvadratsa kvadrat yazırsınız. Qeyd sualda belə biraz sürətlənək. En sualı. Adam Mən açılan mən P məsələsini başa düşmədim. O keçən dəfə izah elədiyi bizi. Bu nədir? Hə, x9. Tamam, baxarıq indi. En sualı. Bir dənə bitirək qalanların. En sual nədir? A-dan B-yə qədər cüt ədədlərin cəmini tapmalısınız. Asan sual deyil bu. Məndə niyəsə bütün kodlar time limitə düşür. Onsuz 18-də. Okey. Belə baxmaq time limit verəcək, amma məncə bir saniyə deyəcəm necə baxmaq time limit verəcək. Uy, bu nədir? A plus A faiz 2, B minus B faiz 2. Uy, bu nə? Murad, sən nə varımsan? Riyazi araşdırma aparmışsan, nə burada? Uy da, başım qarışdı. Kodunu da çox qarşı yazmışsan. A-nın üstünə A faiz 2-yə gəlmişsən.
B-dən B minus. B Hə. faiz 2-yə çıxmısan. Aha. Hər ikisini cütləşdirmisən demək olar. Əgər n-dən böyüksə, siyahıda 0 vermirsən. Murad, belə kodların səhv çox olur. Yəni keçən həftə fikir verdim. Yəni düstur olacaq bir şeylər yazma. Yəni bunu nəyə əsasən yazmısan ki? Yəni baş sala bilərsən yazdığına. Burada elə bir A plus necə başa çıxam? Yəni məqsədin nə idi ki, ümumi qısaca denəndə? Yəni nə etmək istəyirsən ki? Yəni bu belə yazmağının səbəbi nədir? Yəni normal məsələn tutaq ki, belə yazsan okeydir məsələn. U-dan V-yə qədər getsən cəmət cüt ədədlərin cəmini tapırsan, amma bu yazmağını tam anlamadım. Yəni Biraz uzun yazdım. uzun yox da, yəni nə bilim mən yəni belə üsulla nəyisə baş salmamışam elə ki, sizə belə qarışıq üsulla. Çünki düstur çıxartmağa çalışmısan. Yəni düstur da daha çətin məsələlərdə çıxartmağa çalışırıq adətən. Yəni bunu ilk dəfə baxanda necə ağlına düstur çıxartmaq gələ bilər ki? Yəni səndən cüt rəqəmlərin cəmini istəyir. İlk ağla gələn nədir? Biz loop dərsindəyik. For və yaxud da while istifadə edəcəm mən. Forla necə taparıq? A-dan B-yə qədər gedərəm. Hə, əgər cütsə cəmin üstünə gələrəm. Düzdür? Yəni ilk ağla gələn üsul bu olmalıdır məncə. Sadəcə o üsulun gəlməyi biraz qəribə gəlir ki mənə. Necə yəni başlayan kimi düsturuna yazmağa çalışmısan. Yəni normal üsul, tutaq ki biz bundan əvvəl loop 2-də, loop 1-də də falan işlədiyimiz üsul bu idi. A-dan B-yə qədər marafon sualı falan var idi. Orada da nəsə cütləri çıxışa verirdi. Elə bir suallar var idi. Və A, B-ni aldın və deyirsən ki A-dan B-yə qədər get, i++ elə və əgər i faiz 2 0-a bərabərdirsə, cəmin üstünə i-ni gəl, siyahıta cəm ver. Düzdür? Yəni A-dan B-yə qədər sadəcə gelsən, cəmləyirsən. Düzdür? Bu üsul time limitdir, amma düz yanaşmadımı? Düz yanaşmadı. Yəni digəri də bəlkə sənin kodun da düz idi. Sadəcə o düsturun baqları daha çox olur. Yəni əgər bir düstur yazırsınızsa, onu vaxtı daha çox alır. Əgər rahat bir yol varsa, uşaqlar rahat yolla eləyin. Amma düstur çıxartmaq sizi biraz yoracaq. Yəni bəlkə də bunun həlli düsturdandır. Amma yenə də mən tövsiyə görürəm ki, elə başlamanız daha məntiqli idi. Elə bir çətin yazdım. Yəni çətin yazdın, həm də ki, yəni çətin yazmısan bir sözlə. Yəni uzun yox. Yəni çətin yaz nə? 100 bal ala bilirsinizsə yazın, amma bəzi yəni olimpiadada sizə heç kim deməyəcək, çətin üsulla getdin, asan üsulla getdin. Əsas 100 bal olsun. Sadəcə mən sizə 100 balın ən rahat yolunu öyrədirəm də. Yəni o üsul sadəcə biraz bug var da. Yəni orada elə suallar, elə tipli yazanda düsturlarla gərək onu neçə dəfə yoxlayasan falan. Yəni rahat üsul varsa ondan yaz çalış. Tamam, bax, onda belə bir şeylə Mənə bir sual verə bilərəm. ver. Siz yarış atanda yarışın elə bir tam olmayan ballarda verməsini eləyə bilirsiniz? Bir saniyə, məncə eləyə bilirdim. Çünki ona görə deyirəm ki, bəzən məsələn yarışı 95% götürəndə onu tamamilə səhv götürür sualı. Ona görə. Başa düşdüm, tamam. Məncə belə eləyəndə düzəlirdi o. Yəni olimpiadada tam bal almasaz da 50 bal alsaz da, yəni 50 bal sizə sayılır. Yəni 0 olaraq qəbul olunmur. Ona görə bəzi suallar olacaq ki, uşaqlar olimpiadada 100 bal yaza bilməyəsiniz, amma orada bal almağa çalışarsınız. Tamam, indi bir dənə yoxlayaq görək düzəldimi?
Ops, düzəlmədi. Amma yox, bir dəqiqə. Ya, düzəlməyib. Tamam, bunu düzəldməyə çalışaram mən. Eləmək olurdu onu. Yəni bir dəfə də baxım, olmazsa davam eləyək, sonra düzəldərəm. Tamam, bildim nə demək istəyirsən. Nəydən burada enabled yazmalısınız orada? Harda? Ha, bu. Bu freeze settinglər. Dəqiq. Yo, Səhv etmirəmsə elə. yo, bu freeze başqa şey idi, amma məncə run cruel'dadır. Hə, inşallah indi oldu. Tamam. Okey, da belə qoyaram, yaxşı. Yüzlər boş-boşuna yazdıq, amma tamam, hələ ki qalsın, yəni problem yoxdur. Bir dəqiqə, nəyə baxırdıq biz? Hə, A-dan B-yə. Bu kodun üstünü izah eləyəm. Bir də vaxt itirməyək. Ops, yoxsa bu kod çox qarışıq yazmış. Oyda, bunu qarışıq yazmışam. Nəysə, özüm izah eləyərəm. Problem yoxdur. Hə, nəysə, A-dan B götürürəm. Baxın, mən 2-2 gedəcəm indi. 2-2 necə gedəcəm? Tutaq ki, 1-5 veribsə, mən deyirəm ki, 3, 5, 1, 3, 5-ə baxmaq istəmirəm. Ancaq 2, 4-ə baxmaq istəyirəm. Necə bir şey eləyərəm? For-la baxsam ya da while-la baxsam. Sizə necə bir şey eləyərəm? Yəni, məsələn, mən 1, 5-i... Orada yazarıq ki, i bərabərdir 1-ə, yəni i bərabərdir a-ya. i-dən b-yə qədər də yazarıq ki, if i faiz 2 bərabərdirsə 0-a. Okey, onu bildim. Amma məsələn, sən a-ya bərabərləyəndə o gedib 1-ə də baxacaq. Mən deyirəm ki, maksimum az ədədə baxaq. Yəni, ancaq cüt ədədlərə baxaq. Onları cəmləyək. Heç yoxlamayaq ki, i faiz 2 bərabərdirsə 0-a. Başa düşdün nə demək istəyirəm? Yəni, 1-ə baxmayaq, 3-ə baxmayaq, 5-ə baxmayaq, 2 ilə 4-ə baxaq. Onda baxın, belə bir şey eləyə bilərəm. Əgər mənim başlanğıc nöqtəm hal-hazırda təkdirsə, mən onda A-nın üstünə A plus 1 gəlim. Yəni 1-dirsə, mən buna baxım 2, 5 şəklində. Onda gedərəm for-la, int i-ni bərabərləyərəm A-ya, i gedər B-yə qədər, i plus 2 eləsəm, düz olarmı? Cüt ədəddən başlayıram, hər dəfəsinə plus 2 eləyəcəm. Və gəlib, cəmin üstünə i-ni gələcəm. Cəmə də tutaq ki, 0 deyək. İndi baxaq məsələn. Məsələn, 1, 5 verirəm. Altını verdim. Belə yazmamın səbəbini başa düşdünüz niyə? Yəni bunu elədim ki, mən burada tək ədəddən başlasaydım, plus 2 eləyəsəydim hər dəfəsində, onda o təklərə baxmış olacaqdı. Mən dedim ki, təksənsə də bunu cüt eləyim ki, 2, 2, 2, 2, 2 gedəndə cütlərə baxmış olum. Aydın oldu bu belə, niyə belə yazdım? Bəli. Əkbər? Aydındır mən. Amma belə yazanda da deyəsən time limit verirdi, amma həll eləyərik onda. Wrong answer verirdi. Okey. Gəlin baxaq. Bir saniyə görüm, elə yazanda wrong answer'ı verirdi, yoxsa time limit verirdi. Ha, okey. Ədədlər nəyə qədərdir? 10^9-a qədər.
okey. Baxın uşaqlar. Biz nə demişdik? For maksimum nə qədər fırlana bilər? Yəni nə qədərdən sonra time limit falan verirdi? 10^8, 10^9-a qədər deyəsən. Aha, elə bir şey. Bu da təxminən onun sərhədlərində qalıb. Yəni düşün 10^9 dəfə yox da biz təxminən 10^9 bölü 2 dəfə fırlanırıq cüsədətlərə baxırıq deyə. Amma hardasa bu da tam baxa bilmir ədədlərə. Əgər indi əslində bizim yazdığımız hər şey düzdür. Sadəcə while fordan nisbətən daha sürətlidir. Niyəsin deyim? Çünki forun içində bu hər dəfə bunu necə deyim, update eləyir və bunun yəni yeniləyir üçündə bir anda. Bu daha çox yer tutur. Nəinki while bir dənə bunu yoxlayır. Bax, gəlin eyni şey sadəcə yazaq. While AB cəmin üstünə bu dəfə A-nı gəlib. A-nı da hər dəfəsində 2 artırım. Belə yazmanız uşaqlar bundan daha sürətlidir fordan. Yəni while-ın işləməsi fordan bir tık daha sürətlidir. Yəni belə limitdə qalan şeylərdə 8-dir, 9-dur, 18-dir, 9-dur. Çalışın while-la yazın. Əgər fordan bir problem çıxsa. Yəni bax yenə əminsiniz ki, forda bir problem yoxdur. Bir dənə də while-la yoxlayın. Görün bəlkə while-la olacaq. Çünki while nisbətən daha sürətlidir. İndi gəlin bunu da submit eləyək. Görək buna mı səhv verəcək, yoxsa düz verəcək? Sadəcə for olan hissəni while-a keçdim. Yəni yeni bir şey eləmədim kodda. Bu da səhv verdi. Nə gözü? Bir dəqiqə, mən A-nı 2 artırdım. A faiz 2 dedim. Düzdür axı. Bir saniyə. Mən bunu o vaxt nə ilə yazdım? Çox say sualı idi, yadımdadır. Bir saniyə. Gəlin yoxlayaq görək nəydə problem verirmi? Özümüzdən bir rəqəmlər verək. 1, 9, 20 verdi. Düz verir. 2, 4, 6, 8. Düzdür. Tamam. Səhv nədə ola bilər? Cəmin üstünə A-nı gəlirik hər dəfəsində və A-nı da 2 artırırıq nə vaxta qədər ki, B-dən kiçikdir. Hər şey də long-longdur. Tamam, heç bir səhv yoxdur. Bir saniyə, görəmirəm səhv. Tamam, baxın, bu 100 ballıq koddur. Əslində eyni şeyi yazmışıq. Bonus da mənasızdır. A faiz. Tamam, bir dənə buna bir dəfə də baxırıq, sonra yəni belə yazmanızı Mən heç deyim. Denə. Bəzən bu proqram adi şeylərə görə kodu nisbətən kəsdirmə alınır. Biz burada bayaq A bərabərdir A üstəgəl 1 yazmışıq, amma onun yerinə məncə A++ yaza bilərik də. Yaza bilər, yox. Hə, yaza bilər, yəni problem yoxdur. Orada bir problem vermir. Belə tipli məsələlərdə biraz çox şey olur. Yəni belə adamı sürüdəcək belə tipli şeylər olur uşaqlar. Hazırlıqlı olan belə şeylər. Hər şeyi yoxlamağa çalışasınız bir növ. Yəni baxın, əslində demək olar ikisi də eyni məntiqli koddur. Baxın, məsələn bunu 2022-ci ildə 100 bal almışam. Mən eyni şey yazıb, amma indi 100 bal vermir.
Niyə vermir bilmirəm. Yəni bu saytda biraz bəzən problemlər olur. Böyük ehtimalla indi 100 bal vermədi yenə. Tamam, bu qalsın uşaqlar. Buna mən baxaram yenə ki, bu niyə 100 bal vermir. Amma yəni belə yazmağınız okeydir yəni. Tamam. Yəni sadəcə bilin ki, ən azı bu plus 2-ni tapmağa çalışın. Yəni cütləri cəmləməyə çalışın. Yoxsa A-dan B-yə qədər bütün ədədləri yox. M sualı nədir? Bu sual verdinizə, başa düşməmisiniz. Tamam. İlk sualı asandır məncə Əkbər. Sadəcə yoxlayırsan ki, n faiz 2 sıfırdırsa, n is even yox Əkbər. N-i verib, sonra is even-ı verməlisən. N-i verib, sonra is odd-u verməlisən. Bu n-i də text kimi götürür. Yəni, bunun içində götürür, ədədi vermir. Bir dənə səhvim oradadır, başqa yoxdur. Hayır, yox, başqa yoxdur. Hə, Bir də gedib bir də yoxlayır. olmalı, bir dənə də səhv var. Bax, budur. Sən burada n-i də almalısan. Yəni, orada gördün, belə bir şey verib test case-də məncə. 3, 10, məsələn, özümdən deyirəm, 8, 7. 3 başda verdiyi, sənin neçə dənə ədəd verəcəyidir. While sinəndən ona görə eləmirsən. Bilirsən ki, sənin neçə dənə ədəd verəcək. T-ni aldın, T dəfə fırlanırsan. Hər dəfəsində bir dənə sin n gəlir sənə. Düzdür? Çünki 3 verib, sənə 3 dəfədə ədəd verəcək. Deyirsən ki, Bəli. əgər ədədim n faiz 2 sıfırdırsa, cout n, bir də ki, is, məsələn, even. Tamam. Yoxsa bunun ardında indi yazmıram. Tamam, ardında yəni bunun tərsidir. Is odd yazasın. Yəni bir dənə bu t-ni də diqqət elə ki, t dəfə ədədi alasın. Bəli. H sualına çox baxmışıq uşaqlar. Yəni YouTube-da da, recordingdə də var. Yəni kök altına qədər getməlisiniz, yəni bir sözlə. Bax, Əkbər, say bərabərdir say minus 2 yox. Sən yoxlayırsan ki, əgər B faizi 0-a bərabərdirsə, bax, burada yenə kök altısına qədər getməlisən. Bu birinci səhvin. İkinci səhvin B faizi əgər 0-a bərabərdirsə, sən say plus plus yox, say 2 vayda artırmalısan. Niyə? Çünki 1 bölən i'dir. 1 bölən tipanda o birisi də tapılır. Ay sağ ol. Ona görə sayı 2 vayda artırsan. Bir dənə də nə demişdik? Əgər həmin i n vur n-ə bərabər, daha doğrusu i vur i n-ə bərabərdirsə, onda sən Üstə gəl 1. Say üstə gəl 1. Ay sağ, sayın üstünə 1 gəlməlisən. Əks halda sayın üstünə 2 gəlməlisən. Başqa bir şey səhv var, başqa. Başqa cout, yox, başqa yoxdur. Yoxdur, yox. Tamam. Hətta bir saniyə. Görüm hansı kod yaxşıdır. Bir saniyə. Baxın uşaqlar, komment hissəsinə bunu atdım. Bu sualın həllini. Bu sualın başa düşdüm, amma E məsələsinin kommentinə baxdığım halda yaza bilmədim. Çünki mötərizələr çox idi. Dəhşət. Çaşdım. Tamam, baxaq indi görək. Sualı sadə də sualdır. Bax, yenə eyni şey eləyirsən. Bax, H-dakı sualın strukturu qalır. Tamam, bax, bölənləri tapma üsulu. Bu qaldı. Sadəcə yoxlayırsan ki, m əgər 2-yə bərabərsə cout-a yes ver, yəni 2 dənə bunun böləni varsa cout-a yes ver. Əks halda nə olur? Bir dənə də başda niyə m bərabərdir 1 yazmışam? Ona görə ki,
bir nəsə ədədi nə mürəkkəbdir, ona görə no yazmışam birbaşa. Tamam, bu struktur həmişə qalır. Bu struktur sənin ədədinin bölənlərini tapmaq Bəli. strukturundur. Sadəcə baxsan ki, M2-yə bərabərsə siyahıda yes ver. Əks halda no ver. Bir dəfə də baxarsınız, aydın olması gələn dərs yenə izah edəyəm. Burada dediyiniz hansı sualı idi? M sualı. Bir saniye. Tamam, baxaq. Deməli, uşaqlar, iki dənə şey verilir. Biri N'dir, biri S-dir. Bu N nədir, bu S nədir? N odur ki, bizdən elə N rəqəmli ədədləri istəyir ki, rəqəmlərinin cəmi S-ə bərabər olsun. Yəni, 2, 7 verirsə, siz elə 2 rəqəmli ədədləri tapmalısınız ki, rəqəmlərinin cəmi 7-yə bərabər olsun. Məsələn, hansılardır həmin ədədlər? 16, 25, 34, 43, 52, 61, bir də 70. Tamam, bax, bizdən bu ədədləri çıxışa verməyimizi istəyir. Yəni, 2 rəqəmli olub da, rəqəmlərinin cəmi 7-yə bərabər olan ədədlər. Sual şərti aydındır. Bəli. Tamam. İndi belə bir şeyə baxın. Məsələn, 2 rəqəmli ədədlər hansı ədəddən başlayır? Ən kiçiyi nədir? 10. 3 rəqəmlər hardan başlayır? 100. 4, 1000. Buna siz dünən demişdiniz, 10 üstü n çıx 1 idi. Baxmısan videoya? Yoxsa... Bəli. Ha, tamam. Bir də deyim. 10 üstü n çıx 1-dən deyəsən 10 üstü n çıx 1-ə qədər. Ay, sağ ol. Baxın uşaqlar, bu oldu 10 üstü çıx 1-dən, yuxarıda çıx 1. 10 üstü çıx 1-dən bizim ədədimizin başlayır. Yəni, 2 üçün 10 üstü 1-dən başladıq. 3 üçün 10 üstü 2-dən. 4 üçün 10 üstü 3-dən. 5 üçün 10 üstü 4-dən. Başlama nöqtəsini bildim. 2 üçün bitmə nöqtəsi haradır? 99. 99 nəyə bərabərdir uşaqlar? 10 üstü 2 çıxılsın 1-ə. Yəni 100 çıx 1-ə. Onda hara qədər gedəcəm? 10 üstü n çıx 1-ə qədər. Düzdür? Ədədimin başlama, bitmə nöqtəsini bilirəm. Qaldı rəqəmlərinin cəmini tapmaq. Bu da çox asandır. Necə baxacam? Gəlin birinci yazaq başlama, bitmə nöqtəsini. LL n bərabər nədir? Sin n. Bir də s var. Deməli, formumuzu hardan başladırıq? Pov 10 üstü n çıx 1-dən gedəcək. Pov 10 üstü n çıx 1-ə qədər. Və i plus plus. Artıq i məndə rəqəmi bildirir. i-nin rəqəmlərinin cəminə necə baxa bilərsiniz? Məncə bunu bilirsiniz artıq. Hər hansısa bir i ədədinin rəqəmlərinin cəminə necə baxarsınız? Cəm bərabərdir, cəm plus i. i səndə ədəddir. i-nin rəqəmlərinin cəminə. Uşaqlar, while-la baxdıqda bəyək, while-la necə eləyəcəyik? Baxın uşaqlar, bizdə i hər hansısa bir ədəd olacaq. Mən deyirəm ki, hər hansısa bir i ədədinin rəqəmlərinin cəmini tapmalıyıq. Onda gedəcəyik while bir dənə burada copy götürək, i-yə bərabər eləyək. Səbəb odur ki, i sıfıra düşməsin bura gəlməmiş.
Həm də ki, i-ni çıxışa verəcəyik. Bir dənə copy götürdüm. Deyirəm ki, kopya sıfıra bərabər olmayana qədər get. Cəmin üstünə son dedim. Copy faiz 10. Cəmin üstünə copy'ni sonu gəldim. Copy'ni də hər dəfəsində 10-a böldüm. Bunu niyə elədim uşaqlar? Çünki baxın, mən rəqəmlərin cəmini tapmışam i ədədinin. Mən yoxlayanda ki, cəm bərabərdirsə s-ə çıxışa ver. Mən əgər kopya götürməsəydim, burada gəlib i-ni çıxışa versəydim, gəlib 0 verəcəkdi çıxışa. Həmin ədədi verməyəcəkdi. Mən ona görə həmin ədədi qoruyuram ki, çünki while-ın içində bu çıxandan sonra 0 olacaqdı. Ona görə artıq i-ni indi çıxışa versəm, bu düz işləyəcək. Baxın, sadəcə kodu buydu. Müəllim, deyirsən keçən dəfə siz belə yazmanda səhv çıxmışdı kodda. Nəsə cəm bərabərdir, cəm çıx, cəm deyə bir kod var idi, səhv etməmsə. Cəm bərabər, cəm çıx, cəm. Baxaq. 16, 25, 34, 43, 52, 61 və 70. Məncə düz olmalıdır bu kod. Sual verə bilərəm. Verə bilərsən. Bu forun bloku harda bağlanır? Ən sonda. Mən bu bloklarda çaşıram, çox. Bloku az qoyursan, məncə sən kodunda. Problem oldu. Bloku qoyandan sonra bax belə elə. Bax aralarını qoy bir dənə. Bax belə qoy ki, məsafəli olsun. Bu blokun içində, yəni forun içində nə etməlisənsə, bu blokun içində olmalıdır ancaq. Bax görürsən, bu while-ın içindədir. Bu blokun içində olmalıdır onda. Ona görə çalışın, bəzi kodlarınızı görürəm ikinizdə də bloksuz yazırsınız. Blokla yazın həmişə. Bloksuz kod çox qarışdıracaq sizin başınızı. Öyrəşdirin özünüzü bloka, yəni sadəcə qoyun arasına bir dənə boşluq qoyun, bilin ki, bu forun sərhədidir. Lap bura yazın ki, tutaq ki, for burada bitir. Tamam, özünüz üçün kommentlər qoyun ki, qarışdırmayasınız. Ya baxaq görək səhv verirmi? Məncə düz verməlidir, amma yoxlayaq. Yadımda deyil keçən dəfə necə yazmışdım. Müəllim, bu dərsin videosunu qoyasınız. Qoyacağam. Dərs bitəndən sonra qoyacağam. Hardasa 10 dəqiqədə yüklənər. Aha, 100 bal. Nə aydın deyil bu kodda uşaqlar. Başlama nöqtəsini tapdıq, İndi aydın oldu. tapdıq. Rəqəmlərin cəmini tapdıq, yoxladıq və çıxışa verdik. Kopyanı da ona görə yaratdıq ki, təkcə i ilə işləsəydim, mən burada gəlib i-ni çıxışa versəydim 0 verəcəkdim. Uşaqlar, onda hələlik bu loop-u saxlayıram, qalan bilmirəm, qaldı mı sualınız, hamısına baxdım mı, yadımda deyil tam. Loop-u bir də işləyirsiniz. Amma bu səfər, yəni uşaqlar, çox ciddi yanaşın, loop bitsin. İndi, yəni dərsiniz biraz uzun olacaq bu dərs. Çünki təzə dərsdə başlayacağım. Təzə dərs dediyim bir növ təzə dərsə hazırlıq dərsidir bu. Yəni tez yarışı qoyum. Müəllim, 2-də araya keçəcəyik. İndi yox, amma keçəcəyəm. İndi məncə massivləri keçməliydim. Massivlərə keçəcəyik. Amma massivlərə keçməmiş massivlərə hazırlıq dərsi keçəcəyik. O da ki, sizin massivlərə keçəndə problem yaranmamanız üçün daha rahat işləməyiniz üçün olacaq. Yəni belə daha məsləhətlidir.
Okey uşaqlar. Buradakı suallar böyük ehtimalla digər yarışda gördüyünüz suallardan biridir. Tamam, yəni nə vaxtsa işləmisiniz bu sualları. Niyə bu sualları qoydum? Bu sualları təzə öyrəndiyimiz şeylərlə yazacağıq. Onlar nə olacaq? Baxın. Bir dənə tez ümumi biliklərimizi çek eləyək, yəni yoxlayaq. Deməli, biz nə öyrənmişdik? Int öyrənmişdik, long öyrənmişdik. Düzdür? Bəli. Bu Double. aha, double da öyrənmişdik. Gəlin bir dənə bir şeyə baxaq. Ondan sonra ona deyə gedəcəm üstündən. Bütün diqqətinizi bura verin. Okey, məsələn burada bir dənə sual götürək. Aha, baxın bir dənə sual var. Bu olmaz. Bir saniyə. Yaxşı, özümdən deyirəm. Belə bir sual var tutaq ki, bizə 3 rəqəmli bir ədəd verir. Məsələn, 512. Çıxışda da deyir ki, bununla bunun yerini dəyişdir. Ver 152. Tamam. Sualda bunu istəyir. İndi gəlin bir dənə bunun kodunu bildiyimiz şeylə yazaq. LLN, sin n, ABC-lərini tapaq. N bölü 100, faiz 10, N bölü 10, faiz 10, N faiz 10. Düzdür? Siyahıta necə verəcəm? BAS şəklində. Bura qədər bir problem var. Yəni bu kodun yazılışında. Məncə yoxdur. Yəni bunu əvvəlki dərslərdə çox əvvəlki dərslərdə. Bundan amma N1, N2, N3 kimi də yazmaq olar da. N1, N2, N3. Okey. Elə demək istədiyim şey dedin, demiyorlar. Hardan ağlına gəldi? Aklıma gəlmədi. Biz belə keçmişdik. Məktəbdə. Bəli. Tamam. Qəşəng. Sən müəllimin kim idi? Ülkər müəllim, hə? Ülkər müəllim. Tamam. Bəli. Massivlərə başlamısınız ya? Massivləri yox. Birinci gün hələ while-ın kesikəsini yazacağıq, sonra başlayacaq massivlərə. Tamam. Onda yəni məktəbdən qabağa keçəcəyik indi birazdan. Tamam. Baxalım da uşaqlar, bir dənə tez demək istədiyimi deyim. Bunun kodunu belə yazayım. Murad, səndə bir problem var hələ ki bura qədər? Yoxdur müəllim. Tamam. Olan kimi tez denə. İndi baxın, mən buna belə bir şey eləsəm, məsələn, n-dir, məsələn, n yox da n0 deyirəm məsələn buna. A-ya n1 deyirəm. Bunlar da 0 deyək. B-yə n2 deyirəm. C-yə də n3 deyirəm. Deməli, B nə idi? N2 idi, A N1, C də N3. Sadəcə neynədim? Hələ ki adlarını dəyişdim, düzdür? Bir problem yoxdur ki. Yəni sadəcə A-nın, B-nin, C-nin yerinə N0, N1, N2, N3 yazdım. Tamam, bura qədər bir problem var. Xeyr. Murad? Tamam. Sadəcə adlarını dəyişmişəm hələ ki. İndi bunun səbəbi nədir? Massivlər nə deməkdir uşaqlar? Baxın, biz hər hansısa bir x dəyişəni yaradanda, o, məsələn, həmin kodun arxasında bir dənə qutu yaradır. Və o qutunun içində bir dənə rəqəm durur. Məsələn, 5 rəqəm. Mən əgər buna LLX bərabərdir 5 desəm. Və yaxud da int-də, double-da, hamısı eyni məqsəddir. Hamısı bir dənə qutu yaradır və o qutunun içində rəqəm durur. İndi isə öyrənəcəyimiz şey massivlər. A, n deyə bir şey yaradacağıq. Bu a, n nə deməkdir uşaqlar? Massivlər bir qutunun yerinə böyük bir qutu yaradır sizdə. Və bu qutunun içində də balaca qutucuqlar olur. Baxın belə. Məsələn, mən LL A4 desəm, bu 4 dənə qutu yaratmaq deməyimdir. Baxın, belə yadınıza saxlayın. Tutaq ki, LLX yazıram.
X sizdə bir qutunu yadda saxlayır və bir qutu yaradır. A isə A4 yazanda avtomatik və yaxud da A5 yazanda içinə nə yazmışamsa, avtomatik olaraq o qədər qutu yaradır və onu hazır saxlayır özünün içində. Mən 4 yazdım deyə 4 dənə qutu yaratdı öz içində. Mən əgər gələcəkdə A5 yazsaydım, bu gəlib 5 dənə qutu yaradacaqdı. Düzdür? Bir növ funksiya kimi bir şeydir də belə Ay baxanda. sağ ol. Elə bir şeydir. Sadəcə baxın, yəni mənə lazımdır ki bu dəqiqə 4 dənə dəyəri eyni anda saxlayım və bunu bilim. Düşünün ki, nə bilim, kitablarınızı bir rəfə yığırsınız, bir yerdə olur hamısı. Və onu istədiyiniz an, məsələn, hansını istəsə onu götürürsünüz. Bu sadəcə bir dənə kitabdır, stolun üstündə durur elə bil. Amma bu isə kitab rəfidir. Tamam, kitablarınız ardıcıl yığılıb elə bil orada. Və deyirəm ki 4 dənə kitab, 4'ü yığılıbdır. Məsələn, 5 isə 5 olacaq. 6 isə 6 kitablıq bir yer yaradacağam. Kitablarımı oraya yığacağam. Kitablar isə burada dırnaq arası mənadadır. Yəni ədədlər olacaq bizdə onun yerinə. Yəni A, N deyəndə nə mənaya gəldiyi hələ ki aydındır. Yəni sadəcə 4 dənə bir yer yaradır və o 4 dənə yerinin içinə bir ədədlər atacağıq biz. Murad, aydındır hələ ki? Bəli. Tamam. 4 dənə qutu yaratdıq. Bəs deyərsiniz ki, mən bu 4 dənə qutunu necə istifadə edəcəm? 4 dənə qutu yaradandan sonra uşaqlar, massivlərdə indekslər olacaq. Bəlkə də Loop 3-də elə bir sual var idi ki, orada yazmışdı ki, indeksləmə 0-dan başlayır. Bu nə deməkdir? İndeksləmə 0-dan başlayır. 0, 1, 2, 3. Uşaqlar, indeks o deməkdir ki, düşünün kitablarınız var da, düzdür? Kitablarınızı yığmışsınız lap rəfə. Bunların hərəsinin bir adı varmı? Məsələn, indi məktəb kitablarına gedək. Bu riyaziyyat kitabıdır, bu ana dili kitabıdır, bu ingilis dili kitabıdır, bu da nə bilim, nəsə X bir kitabdır. Hərəsinin bir adı var, özünə fərqləndirən bir şey var. Düzdür? Bu qutularda 4 dənə qutu yaradıram mən məsələn burada. Hərəsini fərqləndirən şey indekslərdir. Yəni məsələn, bu qutunun indeksi 0-dır. Bu qutunun indeksi 1-dir. Bu qutunun indeksi 2-dir. Bu qutunun isə 3-dür. Yəni hərəsinin bir nömrəsi var. Yəni məsələn, tutaq ki, xaricdən bir mal gəlir kargo ilə. Kargoda qutuların nömrələri olur və yaxud da adınız, soyadınız olur. O əslində indeksləmə deməkdir. Yəni indeksləyirlər ki, bu qutu məsələn Əkbərindir. Bu qutu Muradındır. Sizin qutularınız qarışmasın. Biz də indi bu qutuları qarışmamaq üçün nömrələyirik. Nömrələmədə həmişə massivlərdə 0-dan başlayır. Yəni bunu qarışdırmayın. Əgər sizin 4 dənə qutu yaratmısınızsa, 4-cü indeksiniz olmayacaq. Niyə? Çünki 0-dan başlayırsınız bunu indeksləməyə. Məsələn, indi mən sizə desəm ki 5 dənə qutu yaradıram. Hərənizə ayrı-ayrı sual verirəm. Murad, məsələn, bunun indeksləri necə olacaq? Məsələn, bu qutunun indekslərini deyiləm mənə. 5 dənə qutu yaratdım. Bunun indeksi nədir? Hansının emindir? Bunun. Ən başdakını. A 0, Aha. Sonra məsələn bununki. 1, Aha. Bu. 2, Aha. 3, Aha. Bu nə olacaq? 4. Ay sağ ol. Demək ki, nə başa düşdük? Hər dəfəsində neçə dənə qutu yaradıramsa, ondan -1-ə qədər yaranacaq məndə indekslər. Onun da səbəbi 0-dan başlamaqdır. İndekslərdə bir problem var uşaqlar. İndekslər nə deməkdir, necə istifadə edirik? Tamam. İndi baxın. Gəlin indi bu kodu indekslərlə yazaq, massivlə yazaq. Mənə burada neçə dənə dəyişən lazım olub deyə bilərsiniz? Neçə dənə dəyişən istifadə eləmişəm? 1. 1 yox. Diqqətlə baxın. 4. Biri bu, ikisi bu, üçü bu, 4'də bu. 4 o. Mən demək ki 4 dənə ədədim var hal-hazırda. Demək ki mən 4 dənə ədədli bir yer yaratmalıyam. Burasını başa düşdük. Yəni 4 dənə ədədi mən bir anda saxlayacağam indi. Baxın.
Yazıram ki A bir saniyə LL N okey, belə eləyək. A A4, yəni 4 dənə yer saxlamalısınız siz. Baxın 0 da bu. Sadəcə bunu eləyirəm A0. Hətta gəl hələ ki N eləyək. Daha rahat görsənsin. Baxın N4-lü yer yaratdım. Bayaq N0-ı daxil eləmişdim. İndi isə massiv N0-ı daxil edirəm. Baxın, bunun artıq belə bir işarəsi var. Bu işarə massivin işarəsi olacaq. Baxın, içinə yazacağımız dəyər 4 dənəli yer yaratdım. Bu 4 dənəli yer yaratmağın əmri idi. Bu isə 0-cı indeksə ədədini daxil elə deməkdir. Sonra sıfırları artıq baxın belə yazıram. N1. Bunu belə yazacağım. Birinci indeksdəki ədəd buna bərabər olsun. İkinci indeksdəki ədəd buna bərabər olsun. Üçüncü indeksdəki ədəd buna. İkinci indeksi verirəm. 1-i verirəm. Və 3-ü verirəm. Bayaq uşaqlar, gördünüz 4 dənə fərqli dəyişəndən istifadə eləmişdim. İndi isə hamısını demək olar n ilə ifadə elədim. Sadəcə fərqləndirmək üçün indeksləri var idi bunların. Aydın oldu bunu necə massivlə yazdıq. Baxın, yəni kodda heç nə dəyişməyəcək. Sadəcə tutaq ki, yenə yazacağam. Bəli, bəs nə fərqi var bunun? Bir dənə onu soruşa bilərəm. Soruşa bilərsən, deyəcəm. Yəni biz N2 falan kimi yazsaq nə fərq olacaq? Olmayacaq. Bir dəqiqə gözü deyəcəm. LL-ləri silirsiniz uşaqlar. Artıq LL-lərə ehtiyac yoxdur. Çünki mən LL N4 eləyəndə o öz içində avtomatik N0-ı, N1-i, N2-ni, N3-ü zaten tanıdım. Ona görə LL-ləməyimizə bunların ehtiyac yox idi. İndi deyəcəm Əkbər sənin sualın cavabını. Bir deyəm bunu burada bir sual olmasın. Burada bir sual yoxdur ki, baxın 512 yazdım, 152 verdi. Tamam, sadəcə massivlə yazdıq. Yəni massiv budur deməkdir. Sadəcə indeksləri var və ədədlərin dəyərlərini saxlayır. Tamam, Murad, səndə bir problem var hələ ki? Murad. Başa düşdüm. Tamam. İndi uşaqlar, deyərsiniz ki, Əkbərin dediyi kimi elə, mən bu sualı zaten yaza bilirəm də, bayaq yazdığım üçün mən N-i daxil eləyərəm, ABC-ni bərabərləyib çıxışa verəm B-sini. Düzdür, verə bilərsiniz. Yəni, bir saniyə. Yəni, bu suallar olimpiyada düşsə, əlbəttə massivlə yazmayasınız. Çünki massivsiz daha rahatdır bunu yazmaq, ABC ilə N-lə. Bunun səbəbi odur ki, uşaqlar belləməyimin, sizin bundan sonra array yarışı gəlir. Array yarışı gəlməmiş, massivlərlə işləməyinizi bir növ adaptasiya edirəm siz. Yəni, bu bildiyiniz tipli suallardır. Bu tipli sualları bunlarla yazsaz artıq, massiv dərsinə başlayanda massivləri istifadə eləməyiniz daha rahat olacaq. Çünki indekslərlə işləməyi biləsiniz, massivə yazmağınız əliniz öyrəşəcək. Yəni, belə daha məsləhətlidir, nəinki birbaşa massiv dərsinə başlayıb massiv suallarına baxmaq. Tamam? Yəni, sadəcə bunu ilk və son dəfəsinə bu sualları belə yazacağıq, tamam? Yəni, bundan sonra bu sualları belə yazmanızı tələb eləməyəcəm, əlbəttə. Sadəcə spesifik massiv suallar olacaq, onu massivlə yazacaq. Yoxsa bu suallar massiv suallar deyil. Amma mən massivlə yazmanızı istəyirəm. Tamam, bu da sizə xeyir bir şeydir. Aydın oldu Əkbər sualın cavabı? Təxmini. Bəli. Yəni o belə tip o rəqəmlərlə olan sualları massivlə yazmağı tələb eləmirsiniz, amma qabaqda 1-2 yarış olacaq ki, onları massivlə yazsaq daha yaxşı olardı. Aha, yəni qabaqdakı elə suallar olacaq ki, onları zaten massivsiz yaza bilməyəsiniz. Tamam, elə tipli suallar olacaq. Bu suallar, bax, bu tipli suallardır. Nə bilim, məsələn, bir dənə ədəd verir və yaxud da ABC verir. Bunları ilk və son istəyimdir ki, massivlə yazasınız. Yəni, bundan sonra yenə istədiyiniz kimi bu sualları yazasınız. Amma indi array 1 yarışı gələcək. Onda görəsiniz ki, massiv bizim üçün önəmliymiş. Çünki mən bu sualı massiv bilmədən yaza bilmərəm.
İndi sizə biraz mənası gəlir ki, mən onsuz zaten bunun sualın həllini bilirəm də, niyə massivlə yazım? Okey, bilirəm, amma massivlə yazın ki, massivə öyrəşəsiz. Baxın, yəni, yenə girəsiz, tutaq ki, bir dənə də sualı görsədim, sonra bu F tapşırığınız olacaq. Məsələn, D sualı. D sualı nədir? Deyir ki, A, B, X, A, B verirəm sənə. Sən bu X-in A ilə B intervalındadırmı, yoxsa yox? Əgər bu ikisinin arasındadırsa yes ver, deyilsə no ver. Tamam. Gəlin indi bir dənə bu sualın bir dənə normal həllinə baxaq. Neyinirəm? X, A, B-ni daxil edirəm. Əgər X, A and B-nin arasındadırsa Cout-a yes ver. Else Cout-a no ver. Bu sualın həlli normalda belədir. Neçə dənə dəyişən istifadə elədik uşaqlar? 3 dənə. Düzdür? Ona gəlib nə yazacağım bura? Massiv yaratmaq istəsəm. X 0 Aha, amma yəni A başda nə yazın? bir, Məsələn, A B 2 iki. yazın, tutaq ki, düzdür? Çünki 3 dənəlik yer yaratdım. Sonra A 0 daxil elədim. A 1-i daxil elədim. A 2-ni daxil elədim. X nə idi? A 0. B nə idi? A 2. A 0. Ops. A 1. Gətirdim massivə. Bunu submit edirsiniz. Və bu sualların həlləri uzun həllər olan suallar deyil. Yəni ona görə rahatlıqla normal həllini yazıb sonra massivə keçirdə bilərsiniz. Sadəcə uşaqlar, başlanğıcdan qabaq bir dənə baxın ki, mən neçə dənə element istifadə edəcəm, neçə dənə dəyişən istifadə edəcəm. O dəyişənləri tapdınız, gəlirsiniz bir dənə o qədər dəyişənli bir yer yaradırsınız. Sonra məsələn 0-cı indeksə həmin ədədi verirsiniz, 1-ə bunu, 2-nə onu, 3-ə onu. Tamam. Aydın olmayan bir şey var hələ ki bu strukturdan. Yəni bir şey qaranlıq qalmaz ki. Biz böyük ehtimal ki, burada bu massivləri məncə çox dəyişənli suallarda istifadə eləyəcəyik də. Aha, sən elə bir şey verəcək ki, sənə n dənə ədəd verirəm. Məsələn də n dənə ədəd verirəm. Sonra da həmin ədədləri məsələn müəyyən qayda ilə deyəcək ki, çıxışa ver. Cütləri məsələn çıxışa ver. Onda massivlə verəcəyik. Yəni çox dəyişənli suallarda düz deyirsən. Bir dənə dəyişən olursa ehtiyac yoxdur. Amma bu dəfəlik ehtiyac var. Aydın oldu uşaqlar? Bəli. Murad sənə? Bəli. Tamam. Onda uşaqlar, evdə bunları yazırsınız. Bunlar heç də çətin suallar deyil, ona görə narahat olmayın. Mənim məsləhətim birinci yarışa bundan başlamaqdır. Yəni ev tapşırığına. Bunu bitirin. Amma yəni belə bir həllər görməyim də kodunuzda. Yəni LLN nə bilim, tutaq ki sin n A bərabərdir filan şeyə, B bərabərdir filan şeyə. Massivsiz kod görməyim kodunuzda. Əgər massivsiz görsəm F tapşırığını eləməmiş kimi sayacağam, tamam? Yəni bir dəfəlik bu sualları elə yazın. Çox yəni işinizə yarayacaq ərri dərsində. Daha rahat yazasınız. Yəni bu çünki buna başlamamış uşaqlar başlayanda daha çətinlik çəkir. Ona görə də həmişə belə eləmək daha rahatdır. Okey onda uşaqlar. Bu yarışı full massivlə yazırsınız. Bir də loopçu bitirməyə çalışırsınız. Yəni əlinizdən gəldiyi qədər ən azı səhvlərinizi düzəldirsiniz uşaqlar. Artıq həllərini bilirsiniz çoxunu. Yəni məncə səhv olduğu sualların hamısına baxmışıq. Səhvlərinizi mütləq düzəldirsiniz. Sonra da boşluqlarınızı yavaş-yavaş doldurmağa çalışırsınız. Çünki yəni bu yarış bitmədən, yəni bu yarış onda yəni bitməsə həmişə ev tapşırığınız olacaq. Yəni çalışın bunu bitirin. Tamam. Çünki massivlərə gələndə artıq yenə bura qayıtmağa vaxtınız olmayacaq və biraz da sürətli getməyə çalışacağıq. Çünki az qalıb vaxtımıza. Yəni hələ var vaxtımıza, düzdür. Yəni tələsməyin. Prosta
Yenə də Nə vaxt, yəni nə vaxt? böyük ehtimalla aprelin sonları olacaq. Amma yəni vaxt tez keçir. Birinci tur aprelin sonları. Aha, yəqin ki. Bəs final təxminən nə vaxt olur? Final mən bilən iyunda olmalıdır. Mən bilən. İyun ya da iyul aylarında olur məncə. Yəqin ki, iyunda olar. Bir saniyə görüm. Bir saniyə görüm, keçənki bəlli idi, nə vaxt olmuşdu. Baxın, yox, aprel məsələn əvvəli olubdu, bax görürsüz birinci tur. Yəni elə də ola bilər. Yəni apreldə olduğunu bilirdim, amma əvvəli olduğunu unutmuşdum. Məsələn, mayın 3-ü ikinci turu idi. Final turu da qeyd eləməyiblər, amma yəqin ki, iyunda olubdu. Yəni bir ay aralarında fərq olur. Birinci Respublika Fənn Olimpiadaları olur. Sonra onlar bitənə yaxın Azərbaycan Cup başlayır ki, daha rahat olur. Yəni baxın, təxminən belə bir yerlərdə yazarsınız. İşte. Yaxşı olacaq. Prosta çalışmaz, yəni daha çox tapşırıq işləməz. Ev tapşırığı aydındır uşaqlar. Bəli. Tamam. Çalışın biraz daha çox vaxt ayırın, daha çox sual işləyin, səhv olmaqdan qorxmayın, davam edin. Demək istədiyim bunlardır. Tamam, nəsə sualınız olsa yazarsınız. Yaxşı. Sağ olun uşaqlar. Videonu da YouTube-a yükləyirəm, baxa bilərsiniz dərsdən sonra, hardasa bir 10-20 dəqiqə sonra. Sağ olun. Sağ olun uşaqlar.